Salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz Məhəmməd Füzulinin həyat və yaradıcılığı və məni candan usandırdı qəzəli təhlil olacaqdır. Bilir ki, orta əsr Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarından, ən ündə sənətkarlarından tanınanlardan Məhəmməd Füzulidir, İmadəddin Nəsimidir və Şah İsmayıl Xətaidir. Təbii ki, həmin dövrdə Süleyman Fəvqih də vardı, Mustafa Zərir də vardı, Arif Ərdəbili, yəni bir neçə şair və yazıçılarımız vardı. Sadəcə həmin dövr üçün daha mükəmməl örnəklər yaratmış şairlərimiz isə Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Şah İsmayıl Xətaidir. Bu gün isə sizə Məhəmməd Füzulinin həyat və yaradıcılığı məni candan usandırdı qəzəlinin isə təhlilini keçəcəyik. Keçən dərsimizdə Dəhnamədən danışmışdıq. Məhəmməd Füzuli 1494-cü ildə Bağdad yaxınlığındakı Kərbalada anadan olmuşdur. Füzulini özünə təxəllüs seçmişdir. Çox dərin biliyə və elmə yiyələnmiş şairlərimizdəndir. Çox mükəmməl dərin elmi biliyi olduğu üçün ona Mövlana adı verilmişdir. Xaraktercə çox mülayim, həlim bir insandır. Yəni hətta biz onun bu xarakterdə olmasını Əhdi Bağdadinin Gülşən-i Şüara təzkirəsində görmüş oluruq. Füzulini yüksək qiymətləndirir və çox mülayim xarakterli, xoş xasiyyətli, şirin söhbətli bir insan olduğunu göstərmişdir. Yenə də Məhəmməd Füzuli çox sadə bir həyat sürmüşdür, saraylardan uzaq olmuşdur. Hətta biz onun bir sıra əsərlərində də görəcəyik ki, o saraylardan şikayət formasında saraylardakı o eyibləri də göstərmişdir. 1556-cı ildə Kərbəlada vəfat etmiş və İmam Hüseyin məqbərəsinin astanasında dəfn edilmişdir. Əgər sizə deyilsə ki, hansı şairimiz İmam Hüseynin məqbərəsinin astanasında dəfn edilmişdir, Məhəmməd Füzulini xatırlayın. Yaradıcılıq yolunda orta əsrlərdə onun bir sıra bu dövr üçün işləri olmuşdur. Bilirik ki, orta əsr ana dilinin inkişaf, təşəkkül dövrü idi. Orta əsr türk dünyasının poeziya zirvəsini fəth etmiş sənətkardır. Azərbaycan ərəb və fars dillərində yazmışdır. Həm lirik, həm epik növdə yazmışdır. Deməli, həm nəzmlə yazıb, həm nəsrlə yazıb əsərlərini. Ancaq əruz vəznində yazmışdır. Anadilli bədii nəsrin əsasını isə şikayətnamə ilə qoymuşdur. Klassik nəsrin böyük ustadı sayılır və bayaq nə dedik ki, xoş xarakterli idi, şirin söhbətli birisi idi. Qəlb şairi adlandırılır buna görə də. Ürəklərə toxuna bilən bir insan kimi. Onun 3 dənə divanı var. Ana dilində divanı var, fars dilində divanı var və hər üçü bir yerdə divanı var. Yəni ana dili, fars dili, ərəb dili bir yerdə divanı vardır. İlk tərcümə əsəri isə Hədis-i Ərbeyn, yəni 40 hədis, burada isə din xadimlərindən daha çox danışılmışdır. Allegorik poemanın əsasını isə Söhbətül Əsmarda qoyulub. Allegorik poema dedikdə nəzərdə tuturuq ki, bəzən cansızların danışdırılmasıdır. Daha çox bu real insanların adı çəkilmir. Sadəcə orada olan əşyaların bir-birinə danışıqları ilə kimlə söhbət getdiyi, bu əsər daha çox kimə yazıldığını tutmaq olur və orada bir ideya olur. Əsasən insanlara, allegorik əsərlərdə insanlara olan mənfi xarakterlərini, görünən eyibləri cansızların dili ilə danışdırılır. Söhbət-ül Əsmar da eyni əsərlərdən biridir. Fəlsəfi qəzəlin müəllifidir və elmi traktatın müəllifi kimi tanınır ki, o da Mətləül Etiqaddır. Poemaları 4 poeması vardı, ana dilində yazdığı və fars dilində yazdığı. Söhbət-ül Əsmardır, Bəncübadədir, Leyli Məzundur. Bunlar ana dilində yazıb, Həftəcam isə fars dilində yazılmışdır. Divanlarını dedik, bədii nəsrin əsəri Şikayətnamə və Həqiqət-i Şəhəda ilə qoyulubdur. Fars dilində Səhhət və Rindu Zahid və Səhhət və Mərəzi yazıbdır. Elmi traktatı isə Mətləül Etiqaddır, tərcümə əsəri isə Hədis-i Ərbeyindir. Deməli, lirikasında qəzəl, qəsidə, qitə, mürəbbi, müsəddəs, müxəmməs, rübai, təxmis bunları da yazmışdır. Şairin yaradıcılığında isə qəzəllər daha mühüm yer tutur. Qəzəllərin isə mövzusu məhəbbət, dini və ictimai və gözəllərin tərənnümüdür, gözəlliyin tərənnümüdür. Biz məhəbbəti o qədər mükəmməl formada yaratmışdır ki, nə demişik, orta əsrlərdə məhəbbət ilahi məhəbbətdir. Daha çox ilahi məhəbbətidir. Və hətta Məhəmməd Füzuli real aşıqı da göstərir. Və burada ilahi məhəbbəti elə gözəl yaradıb ki, oxucu bəzən orada sufi məhəbbət mi var, yoxsa həqiqi real məhəbbət mi var, onu tam ayırd etmək olmur. Elə məni candan usandırdı qəzəlinin 2-ci beytində qamu bimarinə canan dəvairdə edərəksən. Baxın, bu hissədə konkret olaraq sufi məhəbbətdən, ilahi məhəbbətdən danışılmışdır. Təbii ki, fərqi yoxdur. Hansı məhəbbət olursa olsun, qəhrəman mənəvi saflığı, möhkəm iradəsi
sədaqətli, əzəmətli olması ilə diqqəti çəkir. İctimai motivli qəzəlində isə zamanəyə, insanlara, şəxsi həyata münasibət əks olunmuşdur. Qəsidələrində isə qiymətli bədii nümunələr yaratmışdır. Qəsidə nə idi? Münacat, nət, məthiyə, fəxriyə, həcviyyə bu formada yazılmış əsərdir. Füzuli qəsidələrini daha çox ana dilində yazıbdır. Onun bu janrda yazdığı əsərləri isə İslam dininin böyük şəxsiyyətinə, zamanə hökmdarlarına, tarixi hadisələrə həsr edilmişdir. Poemaları Söhbət-ül Əsmar, Bəncübadə, Leyli Məcnun bunlar ana dilində yazılıb. Mövzu eyni deyil, amma ideya eynidir. Mövzular eyni deyil. Məhəbbət mövzusu da var. Mənasız müharibələr törətməklə insanları qırğına verən bəzi mövzular da var. Tənqid olunur. Şöhrətpərəstlik, mənəmlik kimi mənfi xüsusiyyətin tənqid olunduğu mövzular da var, amma ideyalar eynidir. Hər iki üç poema ana dilində yazılıb, sonuncusu, yəni Həftəcam isə fars dilində yazılmışdır. Söhbət-ül Əsmar, Bəncəbadə və Həftəcam allegorik əsərdir. Yəni allegoriya nədir? Bayaqları dedim, yenə də yenidən təkrar edirəm. Rəmzlə danışmaq deməkdir. Yəni allegoriyada fikir şaxələndirilmiş obrazlar, heyvan, quş, cansız əşyalar və s. vasitəsilə çatdırılır. Biz hətta Çaydasgahı əsərində belə Əbdürrahim bəy Haqverdiyevin Çaydasgahı əsərində də allegorik əsərdə bilirik, orada da eyni qaydada, eyni mövzudan danışılır. Nəsr əsərlərinə gəldikdə Şikayətnamə, Həqiqət-ü Şəhəda, Rindü Zahid, Səhhət və Mərəzdir. Ana dilində yazılan ilk əsəri İstimai məzmunu məktubu isə Şikayətnamədir. Həqiqət-ü Şəhədada isə daha çox din xadimlərinin həyatından, fəaliyyətindən danışılmışdır. Rind Zahiddə isə Rind ata və oğuldan danışılır. Fars dilində yazılan bu əsərdə insan həyat haqqında fərqli baxışların qarşılaşdırılması mübahisəli şəkildə ərs olunmuşdur. Səhhət və Mərəz isə adından göründüyü kimi xəstəlik və sağlamlıq adı altındadır. Bu da nəsr nümunəsi sayılan bir əsərdir, allegorik əsərdir. Müəllifin elmi, dini, fəlsəfi və sufi pantez görüşləri öz əksini tapmışdır. Tərcümə əsəri isə Hədis-i Ərbeyindir, yəni 40 hədisdir. Bu əsəri fars tacik şairi Əbdürrahman Caminin eyni adlı əsərinin ana dilində tərcümə etməklə şair türk dilli oxuculara bu möhtəşəm əsərdən yararlanmağı məsləhət görmüşdür. Gəldik Məni Candan Usandırdı qəzəlinə. Burada olan təhlili də deyəcəm, amma əlavə özüm də əlavələr qatacağam ki, sizin üçün rahat olsun. Məni Candan Usandırdı. Cəfadan yar usanmazmı? Birincisi deyək ki, bu əsər əruz vəzninin Həzrət bəhrində yazılmışdır. Qafiyələnmə A, B, A, C, A, Y, A şəklində qafiyələnir. Burada daxili qafiyələrdən istifadə olunmuşdur. Deyilsə ki, hər bəndində, hər beytində daxili qafiyədən istifadə olunub. Xeyr, hər beytdə daxili qafiyə yoxdur, amma hər beytdə bədii sualdan istifadə olunmuşdur. Bədii sual nə deməkdir? Bədii sual cavabı olunmayan, yəni qarşılığında cavab ala biliriksə, ona bədii sual deyə bilmərik. Yox, əgər suallar verilir və cavabsız qalırsa, bunlar bədii sualdır. Məni candan usandırdı. Yəni, məni canımdan bezdirdi. Bəs cəfa etməkdən yar bezmirmi? Fələklər mənim ahımdan yandı, fələklər, yəni göylər mənim ahımdan yandı. Amma bəxtimin şamı, arzumun, murad nə deməkdir? Arzu, istək. Amma muradımın, yəni bəxtimin, arzumun, istəyimin şəmi yanmadı. Qamu bimarinə canan, yəni hamı sevdiyi insanın dərdinə dərman edir. Yəni qamu bimarinə canan, burada sufi görüş daha çoxdur. Sevgili bütün xəstələrin dərdi üçün dərman olur, dərman verir. Amma mənə dərman vermir. Yoxsa məni xəstə kimi görmür. Bax, burada konkret sufi ideyası var. Yəni, düşünür ki, Allah hamının dərdinə dərman verir. Amma mənə niyə dərman vermir? Yəni, nə demək istəyir? Niyə mənim sevgim qarşılıqsız qalıb? Məni sevən bir insan kimi görmürmü? Yəni, məni doğrudan da bu dərdə mübtəla olan bir insan kimi görmürmü? Yəni, burada sufi ideyalara diqqət etmək lazımdır. Qəmin pünhan tutardım mən. Dedilər, yarə qıl rövşən. Desəm o bivəfa bilməm, inanarmı, inanmazmı? Mən öz dərdimi heç kimə demirdim, gizli saxlayırdım. Amma mənə məsləhət gördülər ki, öz dərdimi aç de. Mən deyə bilmirəm, mən öz dərdimi açıb desəm, o bivəfa inanar, yoxsa inanmaz. Baxın, burada öz sevdiyini bivəfa adlandırır. Qəzəl başdan ayağa şikayətlərlə doludur. Amma yenə də bu yoldan dönmür. Əgər sizə deyilsə ki, o bu yoldan dönür, usanır, bezir, xeyr, usanmır. Şikayətlər var, aşırı biz məsələn Dəhnamədə də şikayətləri görürdük, amma yenə də o da öz sevgisi yolundan dönmür. Eyni ilə Məhəmməd Füzulini Məni candan usandırdı qəzəlində də. Şəbi hicran yanar canım, tökər qan çeşmi ciryanım, oyadar xəlqi əfxanım, qara bəxtim oyanmazmı?
Ayrılıq gecəsi, Şəb-i Hicran ayrılıq gecəsidir. Gözlərim qanlı yaş dökər. Baxın, burada mübaliğədən istifadə eləyibdir. Yəni şişirdib, daha çox qabardıbdır. Ayrılıq gecəsi gözündən su yerinə qanlı yaş tökülür. Fəryadım əfğanım xalq oyadar. Yəni elə bir fəryad çəkərəm ki, mənim fəryadımdan xalq oyanar, amma qara bəxtim oyanmaz. Gül rüxsarinə qarşı gözümdən axar qanlı su. Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı? Sənin gül üzvə qarşı mənim gözümdən qanlı su axar. Amma deyir, həbibim, yəni sevgilim, gül fəslidir. Bəs mənim gözümdən axan bu qan suları bulandırmazmı? Deyildim mən sənə mail, sən etdin əqlimi zail. Mən sənə meyilli deyildim, sən mənim əqlimi başımdan aldın. Mənə tən eləyən qafil, səni görəcək utanmazmı? Bəs deyir, yaxşı, bu eşqdən dolayı məni tən eləyən insanlar, məni qınayan insanlar, sənin gözəlliyini görsə məni qınamaz. Sənin gül üzünü görsə məni, yəni bu sözü dediyi üçün, dediyindən utanmazmı? Füzuli rindi şeydadır. Baxın, burada sadəcə öz adını çəkir. Yəni, burada özünə xitab etmir. Füzuli rindi şeydadır. Həmişə xəlqə rüsvadır. Füzuli eşqin təsirindən, eşqin ucbatından dəlidir. Amma deyir, həmişə bu xarakteri görə də xəlqə rüsva olubdur. İnsanlar arasında rüsva eləyib. Amma deyir, gəlin məndən soruşun, bu nə sevdadır? Heç soruşun ki, mən bu sevdadan usanıram, yoxsa yox. Deməli, lirik növdədir, qəzəl janrındadır. A, B, A, C, A, C, A, D, A şəklində qafiyələnmişdir, ana dilində yazılıb. Desək ki, məsələn, bu qəzəlin içərisində bütün sözlər anlaşıqlıdır, bütün sözlər millidir, xeyr. Sadəcə o qədər mükəmməl yazılıbdır ki, qəzəli biz oradakı bəzi sözlər anlaşıqlı olmasa belə, biz qəzəldə nədən danışıldığını çox rahat şəkildə başa düşə bilirik. Ərzun həzəz bəhrindədir, mövzu məhəbbətdir. Şair oxucuda saf, dərin məhəbbətlə sevən və sevgi yolunda əzab-əziyyətə qatlaşan real aşiq obrazını göz önündə canlandırmışdır. Lakin əsərdə ilahi məhəbbətin sədaları güclüdür ki, sonda biz bunu da ikinci beytdə görürdük. Sonda müəllif ismi çəkilsə də özünə müraciət etmir. Qəzəlin hər beytində isə bədii sual işlənmişdir. İlk beytdə sevgilinin nazından, cəfasından təngə gəldiyini deyir, ancaq naz eləməkdən, əziyyət çəkməkdən deyir ki, mən bu nazdan təngə gəlmişəm, amma mən deyir, gəl gör ki, mənim sevdiyim mənə naz etməkdən əl çəkmir. Və burada mübaliğədən istifadə edib, bayaqlar orada qeyd etdim ki, fələklər yanması ilə deyim, mən elə bir ah çəkdim ki, fələklər yandı, amma arzumun şamı yanmır. Və burada daha doğrusu bədii təzad yaratmışdır. Çünki fələklərin yanması, amma diləyinin şamının yanmaması burada təbii ki, bədii təzad yaratmışdır. Digər beytlərdə ikinci beytdə ifadə olmuş fikri məşuqəyə, yəni sevilən qıza aid etmək mümkün deyil. Çünki burada sufi düşüncələri vardır. Allah nəzərdə tutulur. Şair sevgisinin öz eşqi ilə xəstə olanları gözəlliyi ilə müalicə etdiyini deyir. Amma bunun tam əksinə sevgili şairə heç üz vermir. Onu özünə qəti yaxınlaşdırmır. Şair də bu vəziyyətdə narahat olduğunu dilə gətirir və burada xəstə özünü adlandırır və düşünür ki, mən də xəstəyəm. Mənə nə üçün dərman etmir? Yoxsa deyir, yəni məni bu dərmanda məni xəstə kimi görmür o. Deməli, məni candan usandırdı da, əgər sizə deyilsə ki, əsərin dilindəki sözlər bütünlüklə milli mənşəlidir, təbii ki, bu yanlış fikirdir. Əsərdə real aşiq obrazı yaradılmışdır. Seçdiyi cəfadan usanıb tutduğu yoldan dönür deyə bir fikir də yanlışdır, çünki öz yolunda sonacan davam edir. Lirik qəhrəman səmimi, sədaqətli, cəfakeş bir obrazdır. Baxın, cəfakeş obrazdır. Əgər deyilsə ki, cəfakar obrazdır, bu tamamilə yanlış fikirdir. Çünki cəfakar kiməsə əzab verən, əziyyət verən deməkdir. Cəfakeş isə əziyyət çəkən deməkdir. Yəni, buradakı obraz cəfakar yox, cəfakeş obrazdır. Qəzəlin əksər beytlərində lirik qəhrəman yara, canana münasibətində sufiyana məhəbbət əlaməti öz əksini göstərmişdir. Öz sevdiyini bevəfa adlandırır. Əgər deyilsə ki, lirik qəhrəman öz eşqindən bezsə də şikayətini dilə gətirmir, səhvdir. Çünki əvvəldən sona qədər şikayətini dilə gətirir. Qəzəlin sonunda lirik qəhrəman öz sevgisindən əl çəkməyə meyillənir fikri də olsa, təbii ki, bu da yanlış bir fikir olacaqdır.